Hörmətli izləyicilər, axşamınız xeyir olsun. Sizə Xırdalanda Sultan Şadlıq Sarayına yaxın, Masazlı dairəsinə yaxın, Heydər Parka yaxın bir 300-400 metr məsafədə 2 otaqlı evimiz çıxıb satışa. Bura belə qonaq otağıdır. Tam əşyalı satılır. Mənzildən bir televizor, bir də buradan bu soyuducu götürüləcək. Qalan nə əşya görürsə, hər bir əşya mənzildə qalacaq. Təqdimata qonaq otağından başladıq. Qonaq otağından belə keçdik. Burada mətbəxdir. Mətbəxdən də bura balkona çıxışdır. Kombi buradadır. Bakı Sumqayıt yoluna da yaxındır, Masazlı dairəsinə. Qranit olan yerlər istif oldu. Bura giriş qapısıdır. Giriş qapısı seyf qapı ilə əvəz olunub. Wi-Fi'dir, hər bir şey var. Koridordur, mətbəxdir, sanuzildir, istif oldu. Burada da belə bir şkafda yığılıb. Burada da sanuz hissəmiz. Buradan da belə bir yataq otağıdır. Yataq otağına da bütün mebellər rahatlıqla yerləşib. Hörmətli izləyicilər, mənzilimiz Xırdalanda Sultan Şadlıq Sarayına, Masazlı dairəsinə yaxın bir ərazidə yerləşir. Heydər Parka 350-400 metr məsafədə 2 otaqlıdır. Bunlar gedir 58 kvadrat. Kupçadasa bunlar gedir haradasa bir 52 kvadrat. Sənəd kupçadır. Kupça əldədir. Tam əşyalı olaraq satılır. 8 mərtəbəli yaşayışlı liftli binanın 3-cü mərtəbəsidir. Bir televizor, buradan da bir soyuducu götürüləcək. Qalan gördüyünüz bütün əşyalar mənzilimizdə qalacaq. Qiymət 105.000 manat təyin olunub. Təbii ki, real müştərilərə sahibi tərəfindən cüzi də olsa endirim nəzərdə tutulub. Real müştərilər buyurun zəng vurun, diqqətinizə görə çox sağ olun.